Salam dostlar. Deməli bu videodan əvvəl paylaşdığım videodan sonra mənə o qədər mesajlar gəldi ki, hətta deyərdim ki, yalan olmasın. Videonun baxış sayı qədər də mesajlar, suallar gəldi. Və yeri gəlmişəm, mən buradan xüsusi olaraq Naxçıvanları, Gürcüstanlıları və Türkiyədən çoxlu yazanlar olub. Olaraq Türk abilərə də xüsusi salamı çatdırıram. Və çalışacağım ki, imkan daxilində sualları cəmləşdirib cavablandıram. Deməli, birinci növbədə sual nə idi? Güzgü qızdırıcıları necə qoşmaq olar? Deməli, maşını işə salırıq. Fikir verin. Bu düyməni basanda düyməsini həm güzgülər, həm də arxa şüşənin qızdırıcısı işə düşür. Sonra bir qardaşımız sual verdi ki, alın şüşəsini necə qızdıra bilərəm? Yəni istiqaməti necə dəyişə bilərəm? Bunu iki variantdan göstərə bilərəm. Bax qardaş. Bunu qoşandan sonra bu vəziyyətdə birbaşa olaraq versən, avtomatik olaraq maksimum sürətdə alın şüşəsinə vurur. Sonra fikir ver, burada görsən, bunu qoşan kimi burada da göstərir ki, alın şüşəsi. Sən maksimum qoşanda bu avtomatik olaraq alın şüşəsinə keçəcək. Sonra bu düyməni basdıqda fikir ver, qoşdun, burada istiqamətləri göstərir. Görsən, maksimum bir də göstərir ki, alın şüşəsinə vurur. Sonra bunu istədiyin kimi dəyişə bilərsən. Üzə vursun, ayağa vursun. Buradan kondisioneri də qoşa bilərsən. Fikir ver, qoşuldu. Yəni bu qədər sadə. Burada belə bir çətin şey yoxdur. Fikir verin. Biz bu düyməni basandan sonra istədiyimiz funksiyalar burada yaranır. Yəni biz buradan kodunu artıra bilərik. Buradan dərəcəni dəyişə bilərik. Fikir verin, bax buradan. Buradan çöldən gələn havanın qarşısını almaqdan ötürü. Buradan həm güzgüləri, həm də arxa şüşəni qoşmaq olur. Buradan kondisioneri qoşmaq olur. Yəni buradan da, buradan da. Yəni burada çətin bir şey yoxdur. Bunu basdıqdan sonra görürsünüz, hər bir şey gəlir. Buradan bütün istiqamətləri dəyişə bilərsiniz. Bax. Manual qaydada. İstəsəniz hər bir tərəfə vura bilər, ayağa vura bilər, üzə vura bilər, alın şüşəsinə vura bilər. Yəni bu qədər sadə. Yenə suallar olsa çalışaram ki, imkan daxilində cavablandıram. Bir də oturacaqlar. Oturacaqlar da ki, budur qardaş. Bax, 3 vəziyyətdə işləyir. Birinci basanda son dərəcədə işləyir, yəni maksimum dərəcədə. Sonra bunu bir-bir basdıqca azaltmaq olur. Sağ tərəfdə həmçinin. Yəni bu qədər sadə.